Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Çox dadlı, sirkəsiz, yalnız duzla, Malakan üsulu kələm turşusu hazırladım. Bir ədəd orta boy kələmi 4 yerə bölürəm və bu cür uzunsov, bacardıqca çox nazik şəkildə doğrayıram. Sonra doğradığım kələmi əlimlə bu cür bir-birindən ayırıram. Doğradığım kələmi iri bir tasa yığıram. Sonra isə kökü sürtkəcdən keçirirəm. Kök eyni kələm kimi bu cür uzunsov alınır. Doğranmış kələmi böyük tasa töküb, üzərinə 3 yemək qaşığı iri turşu duzu əlavə edirəm. Kələmi duzla yaxşı ovuşdururam. Kökü kələmə əlavə edib yenidən əlimlə ovuşdururam. Kökü zövqə görə artırıb azalda bilərsiniz. Kələmi çox ovuşdurmaq lazımdır ki, yumşalıb öz suyu çıxsın. Zövqə görə dənə istiot və dəfnə yarpağı əlavə edib qarışdırıram. Kələm turşusu xeyirli və çox faydalı olduğu üçün az-az hazırlayıb təzə formada istifadə etmək lazımdır. Hazırladığım kələmi 3 kiloluq balona yığıram. Kələmi balona basaraq yığıram ki, həm suyu çıxsın, həm də kələmin hamısı bir balona yerləşsin. Kələmi balona yığandan sonra tasda qalan öz suyunu balona əlavə edirəm. İki ədəd bu cür çöpü balonun ağzına X formasında yerləşdirirəm ki, kələmin suyu üzünə çıxsın. Balonun ağzını kapron qapaqla bağlayıram. Bu qədər mənim əzizlərim, göz haqqınızı halal edin. Hazırlayan hər kəsə nuş olsun. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olub videonu bəyənməyi, paylaşmağı, fikir və rəylərinizi yazmağı unutmayın. Növbəti videolarımda görüşənədək hələlik.